Direktdə çoxlu mesajlar gəlir mənə, sevgini soruşursunuz, təşəkkür edirəm. Sevgi biraz yaxşıdır, amma belə normalda da günortalar yaxşı olurdu. 2 gecədir, bugün artıq 3-cü gündür. Gecələr narahatdır, yata bilmir səhərə qədər ağrıdan. Amma sağ olsun Səbinə xanım bizə bir müalicə yazdı. İndi ona başladıq. İnşallah ki, yaxşı olar. Tez zamanda nəticəsini alarıq. Bəzi ağıllılar sabahki paylaşımımla bağlı komentarlarda rəylər bildirirlər. Biri yazır pula görə nə bilim. İnanın heç biriniz mənə bir dəqiqə maraqlı deyilsiniz də. Kim nəyi necə başa düşmək istəyir düşsün. Mənim onu paylaşmaqda səbəbim o idi ki, adlı sanlı tanınmış bir klinikaya getdim və dedikləri ödəniş nə idisə də etdim. Birincisi orada bizi saatlarla gözlətdilər. İkincisi də ki, gecə saat 1-dən səhər saat 5-ə qədər onlar bu uşağa bir əncam qıla bilmədilər. Mənim demək istədiyim o idi. Yoxsa burun boğazını yoxlamaq yox.